Hə, köhnələr. Bu il mənə qismət oldu böyük bir tədbirdə iştirak eləmək. Özü də ki, ziyarətçi kimi yox ha, hardasa bir qism bir iştirakçı kimi. Yəni ki, həmən bir sərginin bir hissəsi kimi. Yəni bildiyiniz kimi, yəqin ki, videolarımda gördünüz. Həmən tədbirdə mən Agro Motors şirkətini təmsil edirdim. Əvvəla mən buradan sözsüz ki, bütün həmən o tədbirin təşkilatçılarına çox böyük bir dərin minnətdarlıq bildirmək istəyirəm. Çox böyük bir əziyyət çəkiblər. O boyda tədbir düzəldiblər. Yəni ki, tədbir doğrudan da yaxşı keçdi. Bunu mütləq vurğulamaq lazımdır. Amma bir-iki məqamlar var, hansını ki, mən toxunmaq istəyirəm. Mən çox ümidvaram ki, mənim bu konstruktiv kritikamın nəticəsində, yəni müəyyən tərəflər bu video baxandan sonra gələn dəfə bu tədbiri təşkil edəndə dediklərimi nəzərə alarlar. Birinci məsələnin ən əsaslarından biri, mən istəyirəm vurğulayım ki, nəzərə almaq lazımdır ki, bu tədbirə çox böyük bir maraq var idi. Açığı mən sizə deyim, mən indiki zamanda, yəni indiki dünyada olan vəziyyəti nəzərə alsaq, bu dərəcədə böyük maraq bu tədbirə gözləmirdi. Yəni bildiyiniz kimi qonşu ölkələrimiz demək olar ki, müharibə şəraitindədir. Yəni bütün demək olar ki, yaxın şərq od tutub yanır. Yəni bu da sözsüz ki, öz təsirini bildirdi. Mənə elə gəlir ki, yəni bu məqamlar olmasaydı, yəni bu tədbir daha yüksək səviyyədə keçərdi. Axır ki, yenə də, yəni ki, cəmaət əlindən tərpənmək mümkün deyil idi. Deyir, bir dənə alma atsaydın, düşməyə yer yox idi. Bu da ki, ən böyük bir dənə problemlərdən birini yaradır. Hansı problemi? Parking problemi. Bəli, parking. Yəni o qədər maşın var idi ki, ümumiyyətlə o Expo yox, bəlkə o 2 dənə Expo'nun da o yəni ki parkinqları yəni nəzərə alsaq, bu indiki Expo'da olan parkinqi o oranı yerləşdirə bilməzdi. Bunun üçün də ki, mən bir dənə qəşəng bir dənə belə bir təklif eləmək istəyirəm. Biz hamımız, məsələn mən də həmçinin maşını saxlayırdım yuxarı hissədə. Biraz qabağa gedirsən, sağda orada belə meşəliyi var. Mənə elə gəlir ki, bu mütləqdir. Yəni ki, Bakı Expo mərkəzi bu barədə düşünməlidir ki, orada bir dənə də iri bir, nəsə bir parking yaratmaq. Çünki bu məsələ baş tutsa, bax, özünüz təsəvvür eləyin ki, həmən o parking var, hansı ki, hal-hazırda Baku Expo'nun ərazisində fəaliyyət göstərir. Həmən o parkinqları açıq stendlər kimi də istifadə etmək olar. Yəni bu sözsüz ki, əlavə həm gəlir mənbəyidir, həm də ki, içəridə olan məncə çox stendlər var idi, hansı ki, xoşbəxt olardılar ki, bayırda da bulan stendlər olsun. Hətta o bayırda olan bir hissə bu məqsədlər üçün ayrılmışdı. Bu məsələ. İkinci məsələ mən istəyirəm toxunum mütləq oranın yeməkxanasına. Yəni açığı desəm, oranın yeməkxanasını mən bəyənmədim. Nə yeməklərin keyfiyyətini bəyəndim, nə dadlarını bəyəndim, nə də ki, ən əsas qiymətini. Çünki 3 nəfərə adi, yəni nahar eləmək və buna görə 91 manat hesab vermək, məncə bu biraz ağırdır, çox ağırdır. Yəni, biraz məncə bu qiymət politikasını baxmaq olar. Üçüncü məsələ, təmizlik məsələsi. Bax, bu barədə mən heç bir, necə deyərlər, irad tuta bilmərəm. Bilmirəm hansı şirkət idi orada təmizliyi təşkil edən, amma çox yüksək səviyyədə idi. Hətta o boyda adamların gəlməyini nəzərə alsaq, yəni ki, mən heç gözləmirdim ki, o dərəcədə elementar bunların tualetləri, məsələn, təmiz ola bilər. Təhlükəsizlik də yaxşı idi, yəni ki, çox qəşəng bir təhlükəsizlik qurulmuşdu orada, yəni bu barədə də heç bir irad tuta bilmərəm. Ümumiyyətlə, yenə demək istəyirəm ki, çox yüksək səviyyədə idi, yəni ki, çox şeylər orada. Bir dənə də əsas mən məqama toxunmaq istəyirəm. Əslində mənim bu dediklərim hamısı götürüb ona çıxartacaq da. Mən ilk dəfədə olaraq orada nəyi müşahidə etdim? Mən müşahidə etdim ki, yüksək ranqlı dövlət məmuru bu dərəcədə diqqətlə hər bir təşkilatçıya, hər bir iştirakçıya, hər bir hətta ziyarətçiyə bax bu cürünə diqqətlə yanaşdı. Yəni söhbət gedir cənab nazirdən, cənab nazir Məcnun müəllimdən. Yəni mən indiyənə kimi bu yaşa çatmışam. Mənim üçün yəni nazirlər həmişə belə bir
necə sizə deyim, əl çatmaz bir yüksəklikdə oturanlar olublar, hansına ki, sən burada nə qədər istəyirsən danış, ora gedib çatmayacaq da, başa düşürsünüz. Burada isə mən tam əksini gördüm. Gördüm və heyran oldum da, yəni ki, bu dərəcədə bu insan nə cür alicənab, necə sizə deyim, hər adamın elə bir ki, dərdinə şərikdir. Yəni, bu da çox yüksək göstəricidir, mən sizə deyim. Hətta mən fikir verdim ki, Cənab Prezident İlham Əliyev də həmən o sərgini ziyarət edəndə, məsələn, Cənab Nazir Məcnun müəllimə çox belə diqqətlə yanaşırdı. Yəni, görünür ki, bu qıraqdan artıq bilinir də. Mən inanmıram ki, Cənab Prezident bilmir ki, Cənab Nazir bax bu cür nə işlər görür. Bilirsiniz? Yəni oxşayır, bilir, ona görə də bax belə ürəyi açıq idi. Başa düşürsünüz? Bu mənim şəxsən bax belə fikirlərimdir bu barədə. Bir-bir, inanırsınız, day stand qalmadı. Hətta axırıncı günə kimi kim ki iştirak eləyirdi həmən o sərgidə hamına yaxınlaşdı, hamı ilə danışdı, hamısının dərdini, sərini, təklifini çox böyük bir təmkinliklə dinlədi. Mən şəxsən özüm bunun bax şahidi oldum. Hətta mənə də qismət oldu, mənə də yaxınlaşdı. Söhbət elədiyi iki kəlmə xal-əhval tutduq. Yəni çox belə bir xoş təfsirat bu yaratdı. Mənə elə gəlir ki, ümumiyyətlə də, yəni bütün nazirlər bax bu cür olmalıdır. Bütün dövlət məmurlar bu cür olmalıdır. Yəni cənab prezident dəfələrlə bunu vurğulayıb, yəni ki, bunlara hamısına hakimiyyət verilir ki, səlahiyyət verilir ki, bizlərə, yəni xalqa xidmət etsinlər də, özlərini çıxartıb dağ başına qoymasınlar. Mən çox belə ümidvaram ki, bu trend hansında ki, cənab Nazir Məcnun müəllim bax start verdi, bu daha irəliləyər və digər nazirlər də bax bu cür yəni tədbirə layiq, necə deyə, alqışa layiq hərəkətlərdən bir ibrət götürərlər. Bizi, xalqı dinləyərlər. Bu qədər qəlbdən qəlbə.